Hər birinizi salamlayıram. Bugünkü mövzumuz burjuya islahatları mövzusunda olacaq video izahımız. Gəlin başlayaq. İlk öncə onu qeyd edək ki, bildiyimiz kimi 1853-cü ildə dövlət kəndlərinin bir yerdən başqa yerə köçürülməsi qadağan olunmuşdu. Rusiya Krım müharibəsində, yəni məğlub olandan sonra 1853-56-cı illərdə məğlub olandan sonra artıq başa düşdü ki, yəni digər aparıcı dövlətlərdən geri qalır. Bunun üçün də sosial partlayışın qarşısını almaq üçün, xalq arasındakı narazılığı aradan qaldırmaq üçün artıq islahatlar keçirtməli idi və 2-ci Aleksandr 1861-ci ildə fərmanı ilə Rusiyada təhkimçilik hüququ ləğv olunur, amma Azərbaycanda isə bu biraz gec baş verir. 1865-ci ildə isə kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə qəbul edilir və bu əsasnaməyə əsasən polis və məhkəmə hüququ ləğv edildi, vahid kənd idarəsi yaradıldı, torpaqlar yenə də bəy və ağaların mülkiyyətində saxlanıldı, vergilərin ümumi miqdarı dəyişməz qaldı. Daha sonra isə 1870-ci ildə kəndli islahatı keçirdi Rusiya və bu kəndli islahatında hansı məsələlərə toxunulurdu? Torpaq mülkiyyəti, vergi və mükəlləfiyyətlər, kəndlərin feodal asılılığından azad edilməsi məsələsi, bir də torpaq sahibləri ilə kəndlər arasındakı münasibətlər. Torpaq məsələsinə gəldikdə, yəni burada hər bir kəndliyə yalnız 5 desiyatin torpaq verilməli idi. 5 desiyatindən artıq olduqda isə torpaqlar mülkədarın xeyrinə kəsilib götürülürdü. Sahibkar kəndlisi feodal asılılığından azad edildi. Kəndli istədiyi yerə köçüb gedə bilərdi. Məsələn, bu 1870-ci il kəndli islahatının müsbət cəhəti o idi ki, biyar ləğv edilmişdi, yəni pul ödənişi ilə əvəz olunmuşdu. Həmçinin kəndli yenə də onda bir vergisi olan malcəhət, həmçinin bəhrə vergisini də, yəni sudan istifadəyə görə bəhrə vergisini də ödəyirdi. Nəticədə nə olur? Yəni 70-ci il kəndli islahatının nəticəsində torpaq alqı-satqı obyektinə çevrilir, müvəqqəti mükəlləfiyyəti olur kəndlilər, qolçamaqlar meydana gəlir. Qolçamaqlar yəni varlı kəndlilər idi. Narazılıq gücləndi və kapitalizmin inkişafına yol açıldı. Yəni məhdud cəhətləri ancaq yəni sahibkar kəndlərinə aid oldu bu islahat, dövlət kəndlərinə aid deyildi. Dövlət kəndliyə maddi yardım göstərmirdi. Məsələn, Rusiyada dövlət kəndliyə maddi yardım göstərirdisə, Azərbaycanda isə maddi yardım göstərmirdi. Müvəqqəti mükəlləfiyyət vəziyyətinə düşdülər kəndlilər. Ancaq müsbət nəticəsi oldu ki, məsələn, biyar ləğv edildi, kapitalizmin inkişafına yol açıldı, torpaq alqı-satqı obyektinə çevrildi. Bu müsbət cəhət olaraq göstərə bilərik. Daha sonra isə keçirilən islahatlardan biri də məhkəmə islahatı idi ki, məhkəmə islahatı da 1866-cı ildə keçirilmişdi. Məhkəmə islahatı yenə də rus dilində aparılırdı. Məhkəmələr ancaq açıq keçirilirdi. Silki məhkəmələr ləğv edildi, yəni ümumi məhkəmələr yaradıldı. Yəni silki məhkəmələr deyəndə bəy, ağa əvvəl məsəl üçün kəndlilərin məhkəməsi ayrı olurdu, bəylərin məhkəməsi ayrı olurdusa, artıq ümumi məhkəmələr keçirilirdi. Yəni silki məhkəmələr ləğv edilmişdi. Daha sonra vəkillər iştirak edə bilərdi. Məsələn, bu məhkəmə islahatının müsbət cəhəti idi ki, vəkillər iştirak edə bilərdi. Ancaq mənfi cəhəti o idi ki, andlı məhkəmə yaradılmırdı. Həmçinin mənfi cəhəti o idi ki, hakimlər yerli əhali tərəfindən, yəni rəhbərlik edilə bilməzdi. Ancaq hakimlər ruslardan seçilirdi. Daha sonra isə deməli 78-ci ildə isə şəhər islahatı keçirilir ki, şəhər özünün idarəsi haqqında əsasnamə qəbul edilir Bakıda və Bakı şəhər duması və şəhər idarəsi yaradılır.
Bütün işlər burada da yəni rus dilində aparılırdı. Daha sonra Bakı şəhər Dumasının aşağıdakı yəni məhdud səlahiyyətləri var idi ki, biz bura yanğınla mübarizə, abadlıq, daha sonra şəhər təsərrüfatını idarə etmək, səhiyyə, təhsil aid edə bilər ki, bu səlahiyyətlər deməli Bakı şəhər Dumasına daxil idi. Həmçinin əmlak və yaş sensi tətbiq edilmişdi. Daha sonra şəhər islahatının məsələn məhdud cəhəti o idi ki, burada qadınlar seçilə bilməzdi və daha sonra 50% isə deməli müsəlmanlar təşkil edirdi. 1892-ci ildə isə bu şəhər islahatı tam formada keçirildi Gəncədə, Şuşada, ancaq məhdud formada, yəni Bakıda olduğu üçün məhdud formada keçirildi. Lənkəranda, Şəkidə, Qubada və Şamaxıda məhdud formada deməli keçirilmişdi. Belə Burji islahatları ilə bağlı əsas vacib məqamları qeyd etdim. Yenə də kitabdan oxuyarsınız.